Aleykümselam və rəhmətullahi və barakatuh. Qadının şalvar geyinmək məsələsi sadəcə kişilərə bənzəmək və yaxud da başqa bir səbəblər çoxdur. Qadın birincisi bu şalvarı nəyə görə icazə verilir ərinin yanında geyinməyə? Çünki qadın əslində hansı paltar geyinsin, hətta paltarsız olsa belə ərinin yanında o hər zaman halaldır. Yəni istədiyi kimi ola bilər. İstədiyi kimi geyinə bilər ərinin yanında. Ona görə əgər ərinin yanında hətta paltarsız belə durmağa icazə verilirsə, geyindiyi bütün paltarlar da ona aiddir. Yəni. Sadəcə elm əhli deyir ki, yəni şalvar geyinmək məsələsində qadının ərinin yanında şərt odur ki, kişi şalvarı olmamalıdır. Məsələn, ərinin şalvarını geyinmək olmaz. Kişi şalvarı olmamalıdır. Məsələn, ərəb aləmində bugün hamı örtülü paltar geyinir, cələbiyə geyinir. Məsələn, qadınların cələbiyə forması başqadır, kişilərin cələbiyə forması başqadır. Amma ikisi də cələbiyədir. Eləcə də şalvar, kişiyə tikilmiş şalvar forması başqa olur, qadın üçün tikilmiş şalvar forması başqa olur. Deməli, bu məsələdə qadın ərinin yanında şalvar geyinməsinə ona görə icazə var ki, icazə olmasının əsas şərti nədir? Qadına məxsus şalvar geyinməlidir. Kişiyə məxsus şalvar deyil. Bu birinci şərt. İkinci şərtdə təbii ki, əsas nəzərdə tutulan nədir? Qadının bədən həcmini göstərməməlidir geydiyi paltar ərindən başqa istər məhrəm, istər naməhrəmin yanında. Yəni, hətta qadın qadının yanında, qadın anasının yanında, qadın bacısının yanında və yaxud da qadın atasının yanında, əmsinin yanında bədənini vəsf eləyəsi, bədəninin həcmini bildirəsi paltar geyinməsi haramdır. Şalvardan daha açıq-aşkar hansı paltar bədən həcmini vəsf eləyə bilər? Hamısı. İstər dar olsun, istər geniş olsun, şalvar hər halda, hər bir halda bədən həcminin necə olduğunu kəşf eləyir. Ona görə sözün qısası, əslində Albani rahmehullah qadına mütləq şəkildə şalvar geyinməyə icazə vermir. Fərqi yoxdur, ərinin yanında, fərqi yoxdur kimin yanında. Mütləq şəkildə qadına icazə vermir şalvar geyinsin, xüsusən də cins. Bunu kafirlərə bənzəmək olduğunu deyir Şeyx Albani rahmehullah. Müasir alimlərdən məsələ Şeyx İbnül Ütheymin, Şeyx Fovzan və s. kimi icazə verənlər də sadəcə ərinin yanında icazə verir. Şərti də odur ki, qadın şalvar olmalıdır. Amma bəzi qadınlar var ki, hicab geyinir, hicabının altından da şalvar geyinir. O səviyyədə ki, qadın yeriyəndə bilinir ki, altından geyindiyi şalvardır. Ona görə əksər alimlər belə bir geyimin də haram olduğunu deyirlər. Çünki bililəndə ki, altındakı şalvardır, başqalarının diqqətini daha çox çəkir. Və hicabda da, geyimdə də əsas məqsəd odur ki, kiminsə diqqətini çəkməyəsən.